Sən götür insanın qəlbini qır, insanı incit, ona əziyyət ver. Ondan halallıq almasan, Allah səni bağışlamaz. Görürsən nə qədər namaz qılmayan var, ha? İnsan övladı bilmir, dərk eləmir ki, namaz nə qədər vacibdir. Başa düşmür. Zaman gəlir, başa düşür ki, namaz Allahın vacibatıymış. Mən gələ bu əməli yerinə yetirim. İxlasla tövbə eləyir, kamil sürətdə namaz qılır, Allahımız o qədər rəhimlidir ki, onun günahlarını bağışlayır. Deyir, namaz mənim haqqım deyil, Allah deyir. Oruz mənim haqqım deyil, mən rəhimliyəm. Bilməmişdi, indi dərk elədi, mən onu bağışlayıram. O bəndən Allah bağışlayır. Amma insan haqqında deyir, belə olmayacaq. Sən ki, insan haqqına girmisən, bəndənin haqqına girmisən, ha? O bəndə sənə halallıq verməsə, mümkün deyil ki, Allah səni bağışlasın. Bu Allahın ədalətindən irəli gəlir.